Bu gördüyünüz yaşıl membran hidroizolasiya rolunu oynayır. Hidroizolasiya nədir? Metal təbəqələrin, yəni metal dam örtüklərinin altında həmişə tər əmələ gəlir soyuq havalarda. Və o tərin bunun üzərinə düşüb navalcıya aparmaq üçün deyil. Düzdür, bir miqdar o rolu da görür. Ancaq əsas məqsədi nədir? Bu hissədə hava boşluğu yaradıb, bunun içərisindəki tərləməni qurutmaqdır. Bu aşağıdan gördüyümüz o boşluqdan girən hava dövr eləyib yuxarıdakı bu boşluqdan çıxacaq. Buna nə deyilir? Hava sirkulyasiyası. Və bunun üzərinə desək, yoxdur bu. Tər düşsə nə edəcək? Tər bax o daş yunu, gördüyümüz daş yununu sürüdəcək, fəaliyyətini dayandıracaq. Elə bilin ki, üzərimizə yaş yorğan örtübsünüz. Burada məqsəd nədir? İşlətdiyimiz materialın ömrünü uzatmaq və damımızın zəmanətini artırmaq. Ona görə işimizi nə etməliyik? Standartlara uyğun görməliyik.